Salam, hər vaxtınız xeyir olsun. Bugün süfrələrinizi bəzəyəcək gözəl görünüşlü, dadına doyum olmayan qəlyanaltı resepti bölüşürəm. Öncəliklə 1 ədəd soğanı xırda doğrayıram. 2 ədəd də toyuğun sinə ətini nazik edib olduqca xırda doğrayıram. 400 qram göbələyi də dilimlərə ayırıb xırda doğrayıram. Soğanı 4-5 dəqiqə yağda qovururam. Soğan biraz yumuşaldıktan sonra üzerine toyuq ətini əlavə edib ətlə soğanı yağa düşənə qədər qovururam. Ət yağa düşdükdən sonra üzərinə göbələyi əlavə edib göbələkli bir yerdə qovururam. Üzərinə zövqə görə duz, qara işdod əlavə edib onları da yağa düşənə qədər qovurub qoyuram soysun. Qəlyanaltı üçün yumru lavaşı qatlayıb 4 hissəyə ayırıram. Kənarını suyla isladıb bükürəm. İçliyi də tam soyduqdan sonra üzərinə 2 xörək qaşığı mayonez əlavə edib onları da bir gözəl qarışdırıram. İçliyi bükmələrin içərisinə yerləşdirirəm. İki ədəd yumurtanın üzərinə 1 şimdilik duz, 1 xörək qaşığı un əlavə edib bunları həll olana qədər qarışdırıram. Bükməni öncə yumurtaya bulayıram. Daha sonra üzərini suxari ilə örtürəm. Bir saat qoyuram qorusun. 1 saat qurutduqdan sonra yağda hər tərəfini qızardıram. Qızardıqdan sonra isti-isti yağdan alıb üzərini pendirə bulayıram. Budur artıq hazırdır. Həm görünüşünə, həm dadına heyran qalacağınız çox dadlı, doyumlu qəlyanaltı alınır. Yeyənin dadına doymadığı çox ləzzətli qəlyanaltı alınır. Bəyəndinizsə hazırlayıb yoxlayın. Videonu izləyib rəy yazan hər kəsə çox təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.